bu həyatdan zövq ala bilmirsə nə etməlisən? Mən ruhun bu həyatdan zövq ala bilmirsə nə etməlisən sualını doğru hesab eləmirəm. Çünki zövq ala bilməyəni ruhum kimi tanımlamaq sizə bu sualın cavabını çox havada qoyur və həqiqi cavabınıza baxmaqdan çəkindirir. Mən həyatımdan, ümumiyyətlə həyatdan zövq ala bilmirəm. Nə edim? Fikir verin, bu sual sizi tamam fərqli bir cavaba aparır əslində. Siz baxırsınız ki, mən bu həyatdan zövq ala bilmirəm. Normalda özünüzə sual verdiyiniz zaman ilk ağlınıza gələn şeylər çox önəmlidir. Fərqi yoxdur şuurlu şəkildə ilk ağlınıza gələn sizə məntiqli gəlir yoxsa yox. Amma ilk ağlınıza gələn önəmlidir və siz artıq cavabınızı alırsınız. Əgər bunu bilmirsinizsə, bu sualın cavabını, səbirli olun. Bəlkə səhər vərəqləri yazacaqsınız, orada öz-özündən çıxacaq. Kimləsə söhbət eləyəcəksiniz, orada ortaya töküləcək. Və yaxud da özümlə görüşürəm eləyib ki, mən birbaşa ona eləyərdim. Özümlə görüşürəm də, həyatdan zövq ala bilməyən mənlə görüşərdim və bütün suallarımı verərdim. Həyat mənim üçün nə ifadə eləyir? Zövq almaq mənim üçün nə deməkdir? Niyə mən həyatdan zövq ala bilmirəm? Necə olsa həyatdan zövq ala bilərəm? Dirəncin varsa dirəncinlə görüş, bu çox önəmlidir. Və bu şəkildə sən bu vəziyyətin üzərində işləyirsən, o vaxta qədər ki, sən artıq həyatdan həqiqətən zövq ala bilirsən.